Bizim Avropada yaşayan dırnaqarası patriotlarımızın yeni sifarişləri var. O da Anar Ələkbərovdur. İndi hər postlarda çalışırlar ona sataşsınlar, onun həyatından danışırlar, onun bahalı maşınları var. O belə yaşayır, belə geyinir, belə özünü aparır. Necə yaşayır? Atası məmur olub, babası məmur olub, ziyalı ailədəndir. Ömür boyu bu insan hər şeyi görüb. Niyə? Gizləməlidir birincisi. İkincisi, Anar Ələkbərov kimi Azərbaycanda bir-iki nəfər var ki, ölkə üçün bu qədər layihələrdə iştirak edir. Çox kreativ insandır. Çox həddindən çox kreativ insandır. Azərbaycanda bəlkə belə bir kreativ insanı mən tanımıram gənclərdən. Doğrudan çox işlərdə iştirak edir. Qazi ailələrdən, şəhid ailələrdən, Qarabağ temasından proyektlərə qədər, marafona baxırsan, marafona qaçır. Orada formula görürsən, formulanı təşkil edir. Burada görürsən, Avroviziyanı edir. Burada görürsən, hər yerdə insan var. Bu Azərbaycanda muzeylər, inkişaflar, sənətdir, əsərdir. Hamısında bu insan var. Doğrudan Anar Ələkbərov kimi insanın dəyərini bilmək lazımdır. Və bu insanın zövqü varsa, imkanı varsa, görübsə, niyə gizləməlidir? Niyə? Niyə axı? Ha? Azərbaycanda sadə toy müğənnisi 100 minlik maşın sürür. Populyar toy müğənnilər 200-300 minlik maşın sürür. O dəfə mən kuxna mebel ustası çağırmışam Lənkərana. 120 minlik maşınla gəlib qardaş. 120 min maşınla kuxna mebel ustası gəlib Lənkəranda mənim evimin mebelinə baxma. Deyir ki, bu mebel 10 mindir. Belə. Siz nədən danışırsınız? Siz orada Almanyada çoxdan yaşayırsınız, görmürsünüz də Azərbaycanda nə işlər başa verir də. Düz fikirləşmirsiniz, görmürsünüz də Azərbaycan necə yaşayır. Nədən? Gəlin küçələrə baxın, həyətlərə baxın, ora-bura baxın. Bakıda Sovet maşınları uca artıq muzeylərdədir. Bəsdirin də Anar Ələkbərov kimi insanın qədrini bilmək lazımdır. Allah bizi onu çox görməsin. Mənim ona işim düşməyib. Mənim nə balamın savadını ödəyir, nə mənə maaş verir, nə məni bilmirəm Avropaya göndərib. Konvert göndərib. Sadəcə deyirəm olan o insan hər adama çalışır kömək eləsin. Hər adama. Kasıbıdır, varlısıdır, odur. Bu da hamı onu tanıyır, hamı nəzzidir. Sadəcə belə insandır. O insanların Anar Ələkbərov kimi qədrini bilmək lazım. Nəinki işləyirlər, nəinki çalışırlar, nəinki gəncdirlər. Başa düşürsünüz nədən söhbət gedir? Bəsdirin də bu qaramal kampaniyanı başlamışsınız. Canabı, xanımı, Alona xanımı, Leyla xanımı belə siyahı ilə gəlirsə gedirsiniz. Kim sizə orada pulları ödəyir? Yaxşı, bəllidir, bunu bildik. Amma oturun da Almaniyavızda. Mən orada 11 gün sizlə bir şəhərdəydim. Nə məni tapan sizdən oldu, nə zəng eləyən. Bəs oturun Almaniyavızda həyatınızı yaşayın da. Biz də burada oturmuşuq da. Yaxşısı pisi biz özümüz üçün yaşayırıq da bir tər. Anar Ələkbərova dəyməyin. Azərbaycana dəyməyin. Kim necə burada yaşayır öz problemimizdir. Özümüz bilərik. Yaxşı başa düşdünüz? Var olun.